Gözəl Zakatala Balakən zonasından sizi salamlayıram. Adil kişi yılda qonağı, Allah sana sağlıq versin. Çox gözəl insandır. Demək, insanlar bu dəqiqə əzab çəkir, əziyyət çəkir köklükdən. Arıqlaya bilmirlər. Hamı yazır ki, biz necə arıqlayaq, neyniyək. Adil kişi bunu çox gözəl bilir. Mən də gözəl bilirəm. Adil kişi, insanlar necə arıqlasınlar, neynəsinlər bunlar, neydən başlasınlar? Elə sağlam həyat tərzi arıqladır da. 82 kilo idim, gəlib 72 kiloya çatmışam. Elə Niyə bir düşüb? biraz yürüyüş eləyirəm. Yürüyüş. Sağlam qidalanma, göygöyərti, tərəvəz, Hələ- bunlar elə arıqladır. Hələ normal yeməsə lap çöpə dönərik. Hələ normal yeyir ki, çox arıqlamasın. Yürüyüş var, bütün hamısını yandırır. Elə Yürüyüş də olunanda sizdən xahiş edirəm, belə yavaş-yavaş yürüyüş eləməyin. Sürətlə yürüyüş eləyin ki, bədən yandırsın hamısını. Ay sağ ol. Yandırsın onu. Hər Onu şey- yandıra bilsin. Qatıb qarışdırıb yeyib oturanda Ha. kökələsi də bəs kökəlir. Gözəl, bax, cənnət məkanda etburnu qaragöl dəmləməsi içirik. Təmiz bal, alma sirkəsi. Alma sirkəsi neçə ilindi? bir il. 1 Yox. litrlik. Köhnə illik də ha. İllik də, hə? Hə, altına Özü çox almışam. sərtdir ya. Bax. O da arıqlamağa kömək Hə, eləyir. 1 illik. Hmm. O təzəsi nə fayda verəcək? Düzdür. Bax belə. Köhnəsi yaşlı. Biz aydınlıq gətirdik arıqlamaq söhbətinə. İnşallah ki, yürüyüş eləyin sürətlə. Bax belə. Elə yürüyüş elib yandırsalar bəsdir. Elə Başqa şey ehtiyac yox. başqa şey ehtiyac yox. Ehtiyac yox. Biri məcun axtarır, biri nə bilim mən Yürüyüş. nə axtarır. arxada. Əsas yürüyüş. Düzdür, indi siz onunla yanaşı olaraq alaqanqal toxum içə bilərsiniz. Məsələn, psilimdən istifadə edə bilərsiniz. Alma sirkəsi sudan istifadə edə bilərsiniz. Amma bu o deyil. Bu kömək eləyəcəksiniz, amma bunun başında yürüyüş dayanır. Həm sizin qaraciyəriniz yenilənir, öd yollarınız təmizlənir, böyrələrinizdə daş olmur, çünki hərəkətdəsiz. Hamısı axıb gedir, durğunluq dayanmır. Bədəndə durğunluq olmur. Limfa mayesi durulur. Qəbizlik varsa yavaş aradan qalxır. Bunu saymaqla qutara bilmərəm. Bu bir nemətdir, nemət. Çox sağ olun, minnətdarıq. Allah bütün xəstələrə şəfa versin, yardım etsin inşallah. Amin.